Əşyalı və əşyasız formada satılan dövlət ipotekasına yararlıq, xüsusi mülkiyyət, şəxsi mülk birbaşa sahibindən satılan belə bir ev çəkib göstərirəm. 3 mərtəbəli evdə 6 qarajdır, 4 otaqdan ibarətdir. İzləmədə qalın, bütün təfərrüatı ilə mən sizə nəzərinizə çatdıracağım. Deməli, evin hər mərtəbəsi monolit betondur. Damın altına kimi monolit betondur, əşyalı və əşyasız olmaqla satılır. Bu mərtəbə bütünlüklə istipoldur. Hər yer daxil, zal da daxil, mətbəx də, sanitar qovşağı da. Burada yerləşir evin mətbəx hissəsi. Pəncərələrin hər birinin qarşısı açıqdır. Gün işığı rahat şəkildə evə düşə bilir. Əşyalı və əşyasız formada satılır. Evin və torpağın kupçası var. Bura ilk mərtəbənin sanitar qovşağı. Pilləkənin altı hissəsinə əlavə əşyalarınızı yığa bilərsiniz. O cümlədən kollektiv sistem buradadır. Birbaşa sahibindən satılır. Qaladır, yəni top atsan dağılmaz bir evdə həqiqətən də. İkinci mərtəbəyə qalxırıq. Müəyyən müddət yaşayış olmuş evdir. Əşyalı formada 155 min, əşyasız formada 148 minə satılır və endirim olunacaq. Bura ikinci mərtəbənin sanitar qovşağı. Dəyərli dostlar, 1, 2, 3 monolit betondur, dama çıxış var. Gəlin hər birinə baxın. O hissəni də açıb mansar eləyə bilərsiniz. Betondur rahat şəkildə. Yataq otaqlarından biri bu kiçik yataq otağı. Burada növbəti belə bir yataq otağı. İkinci mərtəbədə artıq radiator vasitəsilə istilik təsis olunur. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin 150-200 metrliyində də 12-13 metrlik bir məhəllənin kənarındadır. Əşyalı və əşyasız olmaqla satılır. Mən sizə şərtlər barədə məlumat verdim. Dövlət ipotekası ayrılmış şəxslər də müraciət edə bilər. İndi izləmədə qalan evin çöl görünüşünü sizə göstərim. Dəyərli dostlar, evin çöl görünüşü baxın bu qaydadadır. Sağı önü məhəllədir, altı hissəsi qarajdır. Bir daha qeyd edirəm. Baxın, birinci mərtəbənin altı, birinci mərtəbənin üstü, ikinci mərtəbənin üstü. Damın altına kimi monolit betondur. 2-3 maşın sərbəst şəkildə qaraja daxil ola bilər. Kolonlarla inşa olunub, rigerlərdən istifadə olunub. Həyətyanı sahəsi belədir. Hündürlük burada kifayət qədər çoxdur. Buranda yay mətbəx kimi və s. və ilə axır istifadə edə bilərsiniz. Burada kombisinə kimi, minutqasına kimi, ehtiyac hissəsinə kimi qoyulub. Hərçənd ki, yəni qaz, su, işıq fasiləsizdir. Mərkəz kanalizasiya var. Masazırda Yeni Bakı yaşayış kompleksinin arxa tərəfindədir. Kompleks daxilində bütün növ ictimai aşağı bölüklər, Rus bölməli, Azərbaycan bölməli məktəblər yerləşir. 3 ədəd monolit betondan istifadə olunub. Üst hissəsində söküb mansar edə bilərsiniz. Əlaqə nömrə 077 744 36 33. Sağ olun, hələlik.